İndi isə mövzu ətrafında çıxışlar etmək üçün bir burada olan gündəlikdə göstərilən şəxslərə, millət vəkillərinə söz veriləcək. İlk olaraq qadın jurnalistlər mövzusunda Dilarə Miriyevaya söz verilir. Dilarə xanım, söz sizdə. Salam, hörmətli millət vəkilləri və hörmətli izləyicilərimiz. Hər birinizi təbrik edirəm Novruz bayramı və eyni zamanda Ramazan bayramı münasibətilə. Əfsuslar olsun ki, ölkəmizdə vəziyyət bildiyiniz kimi çox acınacaqlıdır. Son zamanlarda Azərbaycan hakimiyyəti media işçilərinə qarşı repressiyaları daha da getdikcə artırıb. Hal-hazırda 30-dan çox mediada işləyən şəxslər məhbus həyatı yaşayır. Yəni onlara qeyri-qanuni cəzalar tətbiq olunub. Azad medianı susturmaq üçün gənc qadınlarımızı belə həbs etməkdən çəkinmirlər. Belə ki, son illərdə 20 yanvar 2023-cü il tarixində Abzas mediada işləyən Sevinç Vaqif qızı Abbasovanın həbs edilməsi bunun göstərgəsidir. Sevinç Vaqif qızı Abzas media rəhbəri Ülü bəy tutulduğu zaman xaricdə idi və Ankaradan Avropaya səyahət etməli idi. Onun həbs olunmasını duyur və özünün də şərlənərək həbs olacağını gözə alaraq ölkəyə geri dönür və hal-hazırda həbsdədir. Belə Sevinç Vaqif qızı sözün həqiqətləri deyən, deməkdən çəkinməyən çox mərd bir jurnalistimizdir. Hakimiyyət onu şərləyərək 21 noyabr 2023-cü ildə 206-206-cı maddənin 3.2 maddəsi ilə şərləyərək həbs edir və Xətai rayon məhkəməsində 3 il 29 gün qəti həbs imkan tədbiri çıxarır. Hal-hazırda bir saylı Kürdəxana həbsxanasındadır. Onu yəni qaçaqmalçılıq, böyük məbləğdə kontrabanda, sərhəddən mal qaçırtmaqla yargılanır. Bundan sonra Nərgiz Absalamova, Abzas medianın jurnalisti, 30 noyabr 2023-cü ildə Baş Prokurorluq İdarəsinə ifadə üçün çağırılır və saxlanılır. 1 dekabr 2023-cü il tarixində Xətai rayon məhkəməsi onu maddə ilə həbs edərək 3 ay həbs qəti imkan tədbirlə Kürdəxana həbsxanasına salmışdır. Hələ də oradadır. Bu da eyni zamanda Sevinç xanım kimi həmin qaçaqmalçılıqla yargılanır. Elnarə Qasımova, Abzas media jurnalisti, 13 dekabr 2024-cü ildə saxlanmış, 15 noyabr 2024-cü il Xətai rayon məhkəməsində tərəfindən 2 ay 17 gün həbs qəti imkan tədbirlə tutulur və Kürdəxana həbsxanasına salınmışdır. Elnarə xanım da həmkarlı Sevinç və Nərgiz kimi qaçaqmalçılıq ittihamı ilə yargılanır. Aynur Qəmbərova, Meydan TV-dən baş redaktor, 6 dekabr 2024-cü ildə saxlanmış, 8 dekabrda Xətai rayon məhkəməsi tərəfindən 4 ay həbs qəti imkan tədbiri ilə həbs olunur və hal-hazırda Kürdəxana həbsxanasına göndərilmişdir, oradadır. Aysel Ümidova, Meydan TV 6 dekabr 2024-cü il tarixində saxlanılır, 8 dekabrda Xətai məhkəməsi tərəfindən 4 ay həbs verilir. Hal-hazırda o da Kürdəxana həbsxanasındadır. Aytaç Əhmədova, Tapdıq qızı, Meydan TV 6 dekabr 2024-cü ildə saxlanılır, 8 dekabr 2024-cü il tarixində Xətai rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qəti imkan tədbirlə saxlanılır və hal-hazırda 1 aylık Kürdəxana həbsxanasındadır. Xəyalə Ağayeva, Meydan TV 6 dekabr 2024-cü ildə saxlanılır, 8 dekabr 2024-cü il Xətai məhkəməsi tərəfindən 4 ay həbs qəti imkan tədbirlə həbs olunur və o da 1 aylık Kürdəxana həbsxanasındadır. Bütün bu saydığımız xanımlarımız qaçaqmalçılıqla və gömrükdən qeyri-qanunsuz olaraq külli miqdarda kontrabanda mal keçirməklə yargılanırlar. Şahnaz Bəylər qızı Toplum TV 5 fevral 2025-ci ildə saxlanılır. 193.3.2, 193.1.3.1, 193.1.3.2, 206.3.2, 206.4, 213.2.1 maddələrlə Xətai məhkəməsi tərəfindən 3 ay 15 gün müddətini həbs qəti imkan tədbirlə həbs olunur və 1 aylık Kürdəxana həbsxanasına salınır. Lakin Şahnaz xanımın
yüksək şəkər və hipertansiyon xəstəliyi nəzərə alınaraq, eyni zamanda evdə az 2 az yaşlı evladın bulunması nəzərə alaraq onu həmin cəzasını evdə ev məhbusluğu ilə davam etdirməyə buraxılır. Hal-hazırda ev məhbusluğundadır. Eyni zamanda son tutulan Fatimə Mövlamlı Meydan TV 28 fevral 2025-ci ildə saxlanılır. Evində axtarış zamanı 13.500 avro pul çıxarılır və Xətai məhkəməsində onu 206.3.2 maddəsi ilə 1 ay 9 gün həbs qəti imkan tədbiri verilir və hal-hazırda o da o birisi əməkdaşları kimi, soydaşları kimi Kürdəxana həbsxanasındadır. Bildiyimiz kimi bütün bunlar, bütün bu qurama, saxta qərarlardır və eyni zamanda tanıdığımız bu jurnalistlərin inanın ki, çox acınacaqlı vəziyyətdə yaşadıklarını bilirik. Fatimə Mövlamlı olsun və o birisilər olsun, onların hansı bir çətinliklə yaşadığını şahidiyik. Buna baxmayaraq, onları qaçaqmalçılıqda və evindən pul çıxartmaqla, güya ki, bunlar gömüdən qaçaqmalçı yolundan Avropadan pul gətirməklə yargılanır və bu günləri həbs həyatı yaşayırlar. Bunların bu həbsləri qeyri-qanunudur və bunlara atılmış bir şərdir və bununla Azərbaycan hakimiyyəti Azərbaycandakı sərbəst medianı susturmaq və onların tamamən demək olar ki, səsini kəsmək üçün atılmış bir addımdır. Biz buna görə bu məhbusların, bu xanımların tezliklə azad olunmasını tələb edirik və bunlara qarşı qaldırılan bu ithamların rədd olunması, qanunsuz olduğunu bildirir və bunların azadlığa buraxılmasını tələb edirik. Çox sağ olun Dilarə xanım, ətraflı və dolğun məruzənizə görə.